Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Artıq 10 günə yaxındır ki, Milli Gimnastika Arenası, paytaxtımız, ümumiyyətlə Azərbaycan xalqının ürəyi mini futbolla döyünür və bugün milli komandamız dünya çempionatında yarımfinal mərhələsinə bir qədər sonra Montenegro yığmasına qarşılaşacaq və elə az sonra biz komandaları da meydanda görəcəyik. Yenə də tribunalarda demək olar ki, boş yer tapmaq olmur. Milli Gimnastika Arenasında inanılmaz ab-hava yaşanır və bu dəstəklə milli komandamız artıq final haqqında düşünür. Amma çətin rəqiblə qarşılaşacaq. Montenegro millisi bu turnirdə yalnız bir qol buraxıb ilk turda. Bundan sonra isə çox sıx müdafiə xətti quraraq əks hücumlarda rəqiblərini cəzalandırıb və yarım finala qədər irəliyiblər. Amma Azərbaycan millisi hətta belə sıx müdafiələri də az yarmayıb. Elə bu dünya çempionatında da bunun şahidi olmuşuq. Hər iki komandanın futbolçularını görürsünüz və hər iki ölkənin dövlət himni səslənəcək. Please raise up for the national anthem of Montenegro. Montenegro'nun dövlət himni səsləndi. İndi isə Azərbaycan Respublikasının dövlət himni.
dövlət himni səsləndi və bir qədər sonra oyun başlayacaq. Milli Gimnastika Arenasında bu yaşanan hava Azərbaycan Respublikasının dövlət himni səslənərkən hemen Montenegro yığmasının futbolçularına diqqət yetirdim. Hətta deyərdim, bəziləri artıq indidən təlaşa düşüblər. Və istərdim heyətləri nəzərinizə çatdırım. Gəlin hörmət əlaməti olaraq qonaq komandadan Montenegro yığmasından başlayaq. 1 nömrəli qapçı Vasilij Goyatsanin, 3 Dalibor Abramovic, 5 Zoran Kovac komandanın kapitanı, 6 Nikola Radonic, 7 Ciro Lugoša, 8 Goran Nenezic, 10 Luka Savovic, 14 Ivan Pejakovic, 15 Nikola Popovic, 17 Darko Rajkovic, 22 Aleksandar Boškovic, 77 Nemanja Koprivica və 99 Saša Vukčovic. Komandanın baş məşqçisi Dejan Raspopoviç'dir. O ki qaldı hakimlərə, bugün birinci hakim İngiltərəni təmsil edir İsvan Mut. İkinci hakim Xorvatiyadan Antonio Mešić'dir. Üçüncü və dördüncü hakimlər Libya'dan Abdelhadi Alaeldin və Tunis'ten İlyes Çakrundo. Və video köməkçi hakimi isə Çexiyanı təmsil edir. Bu Tomaş Sikora'dır. İndi isə Azərbaycan komandasının heyəti 1 Vəli Qafarov, 3 Müseyib Vəliyev, 7 Ramiz Çovdarov, 10 Elvin Əlizadə, 11 Samir Əmzəyev, 12 Ağaseyid Qasımov, 14 Talih Babayev, 15 Mirmehdi Rızayev, 16 Kamran Gürbətov, 17 Vüsal İsayev, 19 Təmkin Xəlilzadə, 20 Məhəmməd Xəlilov, 23 Rəvan Kərimov, 39 Xətai Bağırov, 42 Kamran Abdullazadə, 77 Mirkamil Əliyev və 95 Eşkin Tağıyev. Komandanın baş məşqçisi Elşad Quliyevdir. Komandanın kapitanları meydanın mərkəzində bir-birlərinə uğurlar arzuladılar. Hakimlər öz mövqelərini tutacaq və artıq düşünürəm ki, hər iki komandanın start heyəti bəllidir. Məncə artıq buna alışmışıq. Montenegro millisinin oyunları da izləyənlər bilir ki, bu komandanın xüsusilə müdafiədə inamlı oyunu, qapçının Vasilij Goyatsanin'in əla çıxışı bu turnirdə və komandanın yarımfinala qədər irəliləməsinə imkan yaradıb. Vaxtilə özü də peşəkar qapçı olub Goyatsanin və bu turnirdə inamlı reaksiyalarıyla diqqəti cəlb edir. Düzdür, əvvəlki oyunlara biz nəzər salsaq, Montenegro millisi ümumiyyətlə rəqiblərə fərqlənmək üçün çox imkan verməyib. Amma bir çox təhlükəli vəziyyətlər zamanı da Goyatsanin ön plana çıxır. Hər iki komanda turnirin ilk maçında heç-heç etdi, amma bundan sonra ardıcıl qələbələr və Montenegro millisinin 4-1 final mərhələsində Çexiya yığması üzərində, çox çətin rəqibi üzərində qələbəsi də gözlənilməz oldu bəlkə də, amma indi onlar bura qədər çıxmağa layiq olub olmadıqlarını göstərməlidirlər. Məsələ burasındadır ki, qarşılarında çox ciddi, çox çətin bir rəqib var və az qala hesabı açacaqdır. Eşkin Tağıyev ilk saniyələrdə akrobatik tullanışla zərbə indirir. Top isə qapının üstündən keçir. Hələ maçdan əvvəl Montenegrolu futbolçularda müəyyən həyəcan hiss olunurdu. Əvvəlki qarşılaşmalarda onlar Milli Gimnastika Arenasında belə azarkeş təzyiqi ilə üzləşməyiblər. Əlizadə topla, onun ötürməsi dəqiq olmadı və Montenegro millisinin hücumu da başlamamış bitdi. Eşkin Tağıyev geri qayıdaraq topu komandamıza qazandırır. Vüsal İsayev sağ cinaha təmkinlə oynayır. Yenidən qaytardı Vüsala. Rajkovic qarşısındaydı. Təmkin Xəlilzadə. Vüsal İsayev yaxşı mövqe açılar. İsayev bir qədər geri, amma zərbə imkan vermirlər. Eşkin Tağıyevdən əvvəl müdafiəçilər təhlükəni sovuştura bilirlər. Ağaseyid Qasımov dərhal topu komanda yoldaşlarını ötürür. Eşkin Tağıyevə qarşı kobuldu.
Bunu da xüsusi qeyd etməliyim. Montenegrolu futbolçular çox aqressiv, sərt, bəzən isə kobud oynayırlar və bu oyunda da düşünürəm ki, belə təzyiqlə üzləşiblərsə sərt mübarizə davam edə bilər. Cərmə zərbəsi standart vəziyyət. Bu da əslində imkandır Azərbaycan komandası üçün. Elvin Əlizadə cərmə zərbəsini yerinə yetirəcək. Təmkin də ona yaxındır. Bir qədər solda Vüsal İsayev top gözləyir. O isə irəli ötürür və Mir Mehdi Rzayev. O da topu qapının üstündən vurdu. Hamını anlattı futbolçularımız. Təəssüf ki, daha bir qeyri-dəqiq zərbə, amma bunun davamı gələcək. Bu pressing hələ çox olacaq və belə imkanlar düşünürəm ki, komandamız hələ çox yaradacaq və onlardan da mütləq yararlanacaq. Goyatsanin topu oyuna daxil etdi. Yenə irəliyə bilmir Montenegrolu futbolçular. Raykoviç top özündə saxlaya bilmədi. İsayev geri oynayır. Qasımov. İsayev. Yenidən Qasımov. Önündə boş zona var. Sağ cinahlı oynuyor. Təmkin Xəlilzadə. Qapı qarşısına. Yenə də müdafiəçilər. İsayev. Belə ki, çox yaxşı alınır hücumlarımız. Erkən qol isə rəqibin bütün planlarını, taktik sxemini, strategiyasını alt-üst edə bilər və buna çalışır hazırda komandamız. Elvin Əlizadə, Rzayev və top yenə də qapıda aralı keçir. Mir Mehdi Rzayev ardıcıl təhlükəli zərbələrlə yatdı qaldı. Artıq 3 dəqiqə keçdi və Montenegro millisinin niyyətində 5 oyuncu əvəzlənir. Mugoşa meydandadır. Neneziçi görürük. Və Popoviç də artıq oyuna daxil olub. Mugoşa. Hakimin fikrincə Elvin Əlizadə Mugoşaya qarşı qaydanı pozurdu. Popoviç dərhal yerinə yetirdi. Neneziç dəqiq ötürə bilmir topu. Qasımov. İsayev mərkəzdə boş idi. Dərhal sürət yığmağa çalışır. Təmkin Xəlilzadə. Təmkin və Goyatsanin topu dəf etdi. Yenə hücuma başlaya bilmir Montenegrollar. Artıq bir-birlərinə mane olurlar. Abramoviçlə Neneziç bir-birlərini başa düşmədilər. Əlizadə yaxın oynamasını istəyir komanda yoldaşlarının. Təmkin özünü göstərdi. Dəqiq ötürmür. Mugoşa. Əlizadə ona yaxındır. Mugoşadan bir qədər sağa. Dalibor Abramoviç irəli ötürür. O qədər də pis alınmamışdı ötürməsi. Və hakim oyunu saxlayır. Topsuz zonada. Qayda pozulmuşdu. Qasımov. Eşkin geri oynuyor. Ağaseyid Qasımov. Eşkin Tağıyev. Komandamızın heyətində artıq Ramiz Çovdarov da meydana daxil olub. Və indi o sağ cinahdadır. Təmkin isə irəlidə top gözləyir Mir Mehdi Rzayevlə birlikdə. Eşkin Tağıyev geri oynadı. Qasımov yenidən Tağıyev. Və kapitan Elvin komanda yoldaşlarını irəli çağırır. Eşkin Tağıyev. Neneziç qarşısında Tağıyev. İndiki halda bir variant var idi. Geri ötürmək. Ağaseyid Qasımov təmkin top istədi onun istiqamətində. Amma Radonjic müdafiədə yaxşı oynayır. Qasımov uzaqlaşdıra bilmədi və Elvin Əlizadə son anda Abramoviçə mane olur. Qapı boş qalmışdı. Nikola Popoviç outdan topu meydana atacaq. Abramoviç top istəyir. Popoviç cərmə meydançasına tərəf. Neneziç, Abramoviç mərkəzə və Radonjic topu kənara vurur. Komandamızın heyətində dəyişikliklər. Mirkamil Əliyev meydandadır.
Məhəmməd Xəlilov oyundadır və qayda pozulub, yenə topsuz zonada Xətai Bağırova qarşı hakim epizodu görürdü. Hələ ki şifahi xəbərdarlıq da yoxdur, amma düşünürəm ki Montenegroların belə oyununa diqqət yetirməlidir hakimlər. Çovdarov cərimə zərbəsini yerinə yetirəcək. Mirkamil Əliyev mərkəzdə. Xətai Bağırov bir qədər sağda. Ramiz Çovdarov alınmadı ötürməsini və Mugoşa topu itirir. Amma irəliləmək mümkün olmadı və son anda Talih Babayev topu kənara vurur. Top Montenegro komandasında. Popovic. Montenegro millisinin 15 nömrəli futbolçusu çox geri çəkildi. Deyəsən zərbəyə hazırlaşır. Popovic. Top Xətai Bağırovdan qayıtdı. Nikola Radonjic. Mugoşa. Səhv edir ötürmə zamanı. Nenezic də topu özündə saxlaya bilmədi və yenə də Dalibor iki futbolçumuzu yıxdı və artıq futbolçularımız əsəblərini cilovlaya bilmirlər, amma rəqibin bu hərəkətlərinə qarşı daha təmkinli davranmalıyıq. Amma hakim də diqqətli olmalıdır məncə belə anlarda. Dalibor Abramovic iki futbolçumuzu birdən itəliyib yıxdı. Və hakim onun yanına çağırır. Sarı bərəqə həm də Talih Babayevə göstərilir. Çovdarov cərimə zərbəsini yerinə yetirir. Amma hakim bilir ki, yalnız Fitdən sonra. Fit də səsləndi. Qasımov. Talih geri oynayır. Ağa Seyid. Yenidən Talih. Hərəkətlidir futbolçularımız. Hər kəs demək olar ki, topu istəyir. Çovdarov. Ramiz Çovdarovdan irəli Talih Babayevdən əvvəl Qoyatsanin. Çıxışda yaxşı oynadı. Hakim qayda pozuntusu qeydə aldı. Yenə Dalibor diqqət mərkəzində. Bir sarı vərəqəsi var idi, bir qədər əvvəl almışdı. Xətai Bağırova qarşı kobudluq. Yenə də Dalibor Abramovic. Heç bir dəqiqə keçməyib aldığı sarı vərəqədən yenə də kobudluğuyla diqqəti cəlb edir. Ramiz Çovdarov növbəti dəfə topun yanında cərimə zərbəsi üçün hazırlaşır. İki futbolçumuz qapçı meydançasındadır demək olar ki. Çovdarovun ötürməsi Bağırov. Talih Babayev. Məhəmməd Xəlilova top çatmır və out Popovicdən çıxdı. Talih Babayev. Geri oynuyor. Çovdarov. Mirkamil Əliyevin ötürməsi dəqiq olmadı, amma Montenegrolılar da topu çox tez itirirlər. Qasımov. Milli komandamızda Elvin Əlizadə meydana qayıtdı. Eşqin Tağıyevi də görüyor artıq meydanda. Və həmçinin Təmkin Xəlilzadə oyundadır. Və hazırda da topladı. Təmkin Xəlilzadə. Xətai Bağırov. Abramovic qarşısında. Xətai Bağırov fallatdı ona, amma zərbəsi alınmadı. Mugoşadan irəli. Yenə Bağırov ötürməsi. Mugoşa. Sağ cinaha. Radonjic Nenezic'le oynamaq istəyirdi. Planı baş tutmadı. Eşqin Tağıyev. Əlizadə. Komandamızın kapitanı. İrəli gedindir komanda yoldaşlarına. Artıq gol vurmaq istəyir. 12-ci dəqiqə hesab açılmayıb.
Qasımov zərbə və Qoyatsanin, Təmkin Xəlilzadə Muqoşa. Out deyir hakim, Təmkin dərhal yerinə yetirdi və Mirmehdi Rızayevdən qeyri-dəqiq zərbə. Növbəti dəyişikliklər bu dəfə Montenegro millisindən Qoyatsanin top oyuna daxil edir. Heç nə yoxdur, orada ayağa qalxmaq lazımdı. Lukas Savoviç yıxılmışdı. Amma bu adi bir mübarizə idi. Elvin Əlizadə. Elvin topladı. Komanda yoldaşlarını axtarır Elvin. Rəqibin üstünə gedir. Addım. İsayev. Vüsal İsayev. Eşkin. Yenə Elvin topladı. Əlizadə. Tağıyev. Əla hərəkət Tağıyevdən, amma irəlimək hələ ki mümkün olmur. Elvin Əlizadə. Təmkin. Top qəbulu yaxşı deyildi. Qərar nədir? Out deyir hakim. Amma rəqibin oyuncusu da zədələnib. Bu İvan Peyakoviç'dir. Hakim epizoda çox yaxın idi və orada qayda pozuntusunun olmadığını bildirdi. Eşkin Tağıyev topu outdan atacaq. Vüsal İsayev qəbul etdi və top artıq Ağaseyid Qasımovdadır. Qasımov yenə önü boşdu. Qasımov və küncdən zərbə olacaq. Əslində bu da düşünürəm ki, məşqçilərimizin planlaşdırdığı bir gedişdi. Ağaseyid Qasımov bugün əsas heyətdə meydandadır. Rəqibin bütün komanda ilə müdafiə olunduğunu çox yaxşı təhlil ediblər. Təmkin Xəlilzadə, Vüsal İsayev, aldırıcı hərəkət. İsayev sağa çəkib vura bilər, imkan vermirlər. Təmkin isə İsayevlə oynayır, qapı qarşısına ötürmə. Və küncdən daha bir zərbə olacaq. Təmkin düzgün zərbə indirə bilmədi. Elvin Əlizadə küncdən növbəti zərbəni yerinə yetirəcək. Təmkin yenə boşdur, top istəyir. Elvin alınmadı ötürməsi, amma Montenegrolular da topu uzaqlaşdıra bilmirlər. Qoyatsanin, Elvin'in presingi, Qoyatsanin topu kənara vurmaq məcburiyyətində qaldı. Bir qədər sürəti, tempi artırmağa çalışır komandamız. Yalnız sürətli hücumlar, bir də düşünürəm ki, fərdi keyfiyyətlərlə rəqibin müdafiə xəttini yarmaq olar. Qayda pozulub. Boşkoviçə qarşı. Montenegro millisi niyyətində də vaxtilə futsal, hətta böyük futbol oynamış oyuncular var. Və bu dünya çempionatına çox möhkəm bir kollektiv formalaşdırıblar. Radonjić topladı, Radonjić yıxıldı, Vüsal İsayev heç nə etməmişdi ona. Ağaseyid Qasımov, Təmkin Xəlilzadə. Yenə Qasımov, solda Elvin, irəlidə Eşkin top istəyir. Mirmehdi də daim hərəkətdədir. Elvin Əlizadə, yenidən Ağaseyid Qasımov. Qasımovdan zərbə, top qapı üstündən keçir. Çox güman ki, məşqdə də oyundan əvvəl bu oyuna hazırlaşarkən də komandamız xüsusi hazırlıq görüb Qasımovun belə zərbələrinə düzdür. Hələ ki, dəqiqlik çatmır bu zərbələrdə. Muqoşa topu hələ ki itirməyib, out. Dalibor Abramoviç yerinə yetirəcək. 16-cı dəqiqə tamamlanmaq üzrədir. Qolsuz bərabərlik davam edir. Abramoviçin ötürməsi. Popoviç. Topu kənara vurdu o da. Amma çox təhlükəli ola bilərdi. Nəzarətsiz qalmışdı Popoviç. Talih Babayev. Sağ cinaha. Çovdarov.
Ramiz Çovdarov. Taleh Babayev geride top istir. Rəvan Kərimov ona ötürdü. Yeniden Taleh. Samir Həmzəyev də meydandadır. Xətai Bağırov. Rəvan topladı. Kərimovdan sola. Samir Həmzəyev geri oynuyor. Ağaseyid Qasımov. Taleh Babayev. Mugoşanın pressingi var idi. Vaxtında topu Ağaseyid'e ötürə bildi. Taleh Babayev yaxın gəlindir komanda yoldaşlarına. Rəvan Kərimov yaxınlaşdı. Topu qəbul etdi və yenə də Ağaseyid ilə oynadı. Həmzəyev. Samir Həmzəyev. Bağırov. Kərimov. Taleh Babayev. Allada bilmədi rəqibini. Goyatsanin. Dərhal irəli. Radonic istiqamətində. Çovdarov yaxşı oynadı. Həmzəyev yıxılır və hakim bildirir ki, qayda pozulub ona qarşı. Çox güman yenə də Çovdarov bu cərimə zərbəsini yerinə yetirəcək. Çovdarovdan irəli ötürmə. Rəvan Kərimov. Hələ ki dönməyə imkan vermirlər və Dalibor hakimin fikrincə qaydanı pozmayıb. Sol cinahlı oynuyor Radonic. Mugoşa və top qapıdan aralı keçir. Zərbəsi alınmadı. Qasımov. Taleh Babayev. Qasımov irəliləyir. Rəvan Kərimov özünü çatdırdı topa. Yenə Taleh Babayev. Həmzəyev. Samir Həmzəyev iki rəqibin arasında topu yitirir. Popoviç yaxşı qorudu. Və topu geri ötürmək məcburiyyətində qalırlar. Goyatsanin. Heç cür hücum istədikləri hücumu qura bilmir Montenegrollar. Uzun ötürmə irəli. Mugoşa topu saxlaya bilmir. Çovdarov. Taleh Babayev. Və Samir Həmzəyev. Nədənsə ötürmə gözləmirdi komanda yoldaşından. Out. Tələsmir Montenegro komandasının oyuncuları. Popoviç. Outdan topu atmalıdır. Hakim isə daha bir şifahi xəbərdarlıq edəcək. Xətai Bağırovu yanına çağırdı. Deyəsən yenə də topsuz zonada nəsə baş vermişdi. Popoviç irəli ötürmə. Nenezic. Mugoşa. Yenə zərbəsi alınmadı amma Mugoşa yenə top onun önünə düşmüşdü. Popoviç, Radonic, Rəvan Kərimov və son toxunuş Radonic'dən idi. Baxmayaraq ki, hakim etirazını bildirirdi. Komandamızın heyətində dəyişikliklər. Vüsal, Təmkin, Mirmehdi, Eşkin yenə meydana qayıdıblar. Eyni zamanda Elvin Əlizadə də oyundadır. Ağaseyid Qasımov, Mirmehdi Rızaev. Və məncə də son toxunuş Popoviç'dən idi, amma hakim belə düşünmür. Out Montenegro komandasınındır. Mugoşa. Mane oluruq ona. Nenezic. Nenezic və Ağaseyid Qasımov. Əla reaksiya millimizin qapısından. Küncdən zərbə olacaq. Bir daha baxırıq təkara. Nenezic. Müvvətli zərbə indirmişdi. Yaxın məsafədən Ağaseyid Qasımov topu dəf edə bildi. Nikola Radonic küncdən zərbəni yerinə yetirəcək. Son 4 dəqiqə yarım ilk hissənin əsas vaxtında Radonic uzaq küncdə, Popoviç ona tərəf ötürüldü. Eşkin Tağıyev topa toxuna bildi. Popoviç ötürmə qapı qarşısına. Mugoşa və Radonic heç biri zərbə endirə bilmədilər. Out'u düzgün atmamışdı deyir məşqçilərimiz. Hakim bununla da razılaşmır. Oyun isə davam edir. Gözləmək lazımdır deyir referi. Popoviç.
Diqqətli olaq müdafiədə. Popoviç və Seyid Qasımov dərhal hücumu başlayır. Dalibor Abramoviç özünü topa çatdırdı. İsayev, Qasımov. Qasımov topladı. Rızayev. Sağ cinaha Təmkin Xəlizadə istiqamətində Vüsal İsayev. Tağıyev və yenə fit səsləndi. Popoviç qaydanı pozub dərhal başladıq. Təmkin Xəlizadə. Elvin Əlizadə. Yoxlayaq bəlkə Elvin. Önündə Muqoşa. Elvin Muqoşanı allatdı bir dəfə. Vüsal İsayev. Tağıyev. Təmkin Xəlizadə. Təmkin. Tağıyev. İsayev. Vüsal İsayev. Yenə zərbə imkan yoxdur amma Allah ötürmə etmişdi. Çox yaxşı düşünmüşdü. Top Vüsal İsayevə çatmadı. Golsuz bərabərliyi davam edir Montenegro millisində. Yenə də oyuncu dəyişikliyi. Goyatsanin irəli ötürdü. Savoviç yıxılır və hakimin fikrincə Eşkin Tağıyev qaydanı pozmuşdu. Aleksandr Boşkoviç cərimə zərbəsini yerinə yetirəcək. Bir qədər sağ tərəfdə İvan Pejakoviç də top gözləyir. Amma Vüsal isə bir qədər onun aralıda olsa da nəzarət edir rəqib futbolçuya. Boşkoviç sağcına. Qapı qarşısına ötürmək isə alınmadı Lukas Savoviçdən. Qasımov. Top dayanmamışdı deyir hakim. Seyid Qasımov bu dəfə Vüsal İsayevlə oynadı. İsayev. Qasımov. Özü getdi irəli. Meydan mərkəz xəttini keçdi. Qasımov və gol! Gol! Seyid Qasımov. 1-0. 1-0 Azərbaycan millisi. İlk hissənin sonlarında hesab açır. Bu dəfə Goyatsanin də mane ola bilmədi. Bax, bu planlı şəkildə edilmiş bir hücum. Seyid Qasımovun qolu. 1-0 önə keçirik. Meydan mərkəzindən başladı. Montenegro yığması. Qoldan ruhlanan komandamız dərhal pressing tətbiq edir. Rəqibin də təlaşa düşməsindən istifadə etmək istəyirlər və orada yenə futbolçular arasında bir mübahisə düşür. Bu da Montenegrolu futbolçudan asılı oldu. Topu vermək istəmirlər belə bir vəziyyətdə. Amma yenə də diqqətli olaq. Diqqətli olaq. Çünki istənilən bir hərəkət vərəqəli yekunlaşa bilər. İndiki halda isə bu bizə lazım deyil. Rəqib komanda Montenegrolu futbolçular əslində əvvəlki oyunlarda da bu cür addımlar atırdılar. Rəqibi özündən çıxarmağa çalışırdılar. Bugün də bunu etmək istəyirlər. Və hakimlər indi məsləhətləşirlər. Baş verənlərdən sonra görək nə qərar qəbul edəcəklər. Ehtiyac olsa VAR-da da epizodun təkrarına baxmaq mümkündür. Amma hər şey Montenegrolu futbolçulardan başladı. İlk hissənin sonlarına yaxın komandamız hesabda önə keçib. Bundan sonra ilk növbədə emosiyaları cilovlamaq lazımdır. Rəqibin belə təxribatlarına uymayaq. Daha təmkinli davranaq. Və 3 nömrəli futbolçumuzu hakim çağırır.
Müseyib Vəliyevi. Sarı vərəqə göstərəcək. Radonjiç'də oradadır. Və hər iki futbolçu sarı vərəqə ilə cəzalanır. Ehtiyat oyuncular arasında ola. Təsəvvür edirsiniz də, nəinki meydanda, hətta ehtiyat oyuncular sırasında, texniki zonada necə həyəcan yaşanır. Elvin Əlizadə outdan topu meydana atacaq. Amma hakim hələ də gözlüyün deyir. Müseyib Vəliyev hakimin yanındadır. Təkrar epizoda baxılır. Qırmızı vərəqə. Qırmızı vərəqə var hakimin əlində. Yenidən cibinə qoyub. Yaxşı ki, amma yekun qərarı gözləyirlər. VAR-dan nə cavab gələcək? Sarı vərəqə həm də şifahi xəbərdarlıq Müseyib Vəliyevə. Elvin Əlizadə outdan topu meydana atacaq. 3 futbolçumuz cərmə meydançasına yaxındır. Bir qədər geri təmkin Xəlilzadə. Elvin və Qoyatsanin. Yaxşı mövqe seçmişdi və topu tutdu. Qoyatsanin daha yaxın oynuyor və İlk hissənin final piti səslənir. Komandamız 1-0 hesabı ilə öndədir. Çox qısa fasilə olacaq. Çox da kənara getməyin. Bir qədər sonra ikinci hissəni də birlikdə izləyəcəyik. Hörmətli tamaşaçılar, Milli Gimnastika Arenasından canlı yayımız davam edir. Yaşa, yaşa, yaşa Azərbaycan sədaları azarkeşlərdən. Dinləyin. Və beləliklə Azərbaycan-Montenegro maçında ikinci hissə başlamaq üzrədir. Komandamız 1-0 hesabı ilə öndə. Qolun müəllifi qapçımız Ağaseyid Qasımovdur. 12 nömrəli qapçımız ilk hissənin sonlarında uzaq məsafədən vurduğu dəqiq zərbə ilə hesabı açıb. Və təbii ki, bunun davamını gözləyirik. İkinci qolu vurmaqla daha rahat oyun nümayiş etdirə bilər komandamız. Amma hakimləri gözləməli oluruq və onlar da artıq meydana qayıdırlar. Təbii ki, hakimlər üçün də asan deyil. İlk hissə çox gərgin keçdi. Montenegro millisi öz taktikasına sadiq qalaraq yenə də böyük qüvvə ilə müdafiəyə çəkilmişdi. Amma biz buna da hazır idik. Və buna görə qapçı Ağaseyid Qasımovdan istifadə edirdi komandamız. Bir neçə dəfə meydan mərkəz xətti yaxınlığından zərbələr endirdi. Dəqiq olmadı. Amma nəhayət istəyinə çatdı. 1-0 hesabı önə keçdi və İkinci hissəyə başlayırıq. Elvin Əlizadə. Rızayev. Geri oynayır. Qasımov topladı.
İsayev. Qasımov. Yaxın oynamasını istirdi komanda yoldaşlarını. Rızayev dəqiq ötürə bilmədi, amma yenə topu qazanırdıq ki, Dalibor. Yenə Dalibor Abramoviçdir. Diqqət mərkəzində onun zərbəsi elə də effektli alınmadı. Zədəli futbolçu var Montenegro komandasının heyətində. Bu Nikola Radonjićdir. Qasımov. Ciddi bir şey yoxdur. Radonjić də mübarizəni davam etdirir. Tağıyev. Yenə də Dalibor öz işindədir. İlk hissədə də sarı vərəqə ilə cəzalanmışdı. Belə hərəkətlərindən birinə görə. Tağıyev. Qasımovla oynayır. Eşkin Tağıyev. 4 oyunçumuz irəlidə top gözləyir. Ağaseyid Qasımov, Vüsal İsayev sol cinahda açıldı. Qasımovdan İsayevə. Mugoşa gəldi qarşısına. Tağıyev. Bir Mehdi. Bəlkə bir zərbə də vuraq. Yox, bu dəfə ötürmə etməyə qərarına gəldi. Popović. Nenezić. İki oyunçumuzun arasından çıxa bilmədi. Out. Top bizimdir. Təmkin Xəlizadə. Qasımov. Elvin Əlizadə. Tağıyev savcına. Təmkin. Təmkin Xəlizadə. Elvin Əlizadə. Yenə də zərbə imkan vermirlər, amma Eşkin Tağıyev meydan mərkəzində zədələnib və buna görə də komandamız hücumu dayandırmaq məcburiyyətində qaldı. Yenə də topsuz zonada Montenegrolu futbolçular ona qarşı kobudluq etmişdilər. Baxırıq epizodun təkrarına. Topu ötürəndən sonra Mugoşa Tağıyevi yıxmışdı. Popović. Ne qərar verib hakim? Yenidən belə out təkrarlanmalıdır. Popović topu komandamıza qaytarır. Ağaseyid Qasımov. İsayev. Yenə Qasımov topladı. Artıq çox da risk etmir qapçımız və Tağıyevin ötürməsi dəqiq olmadı. Popović. Dalibordan irəli. Nenezić topu saxlaya bilmir, amma hakimin fikrincə Təmkin Xəlizadə qaydanı pozmuşdu. Növbəti dəyişikliklər komandamızın heyətində. Ramiz Çovdarov, həmçinin Məhəmməd Xəlilov meydandadır. Amma daha 3 oyuncu bir qədər sonra oyuna çıxacaq. Nenezić, Mugoşa. Mugoşa, Nenezić və 1-1. Hesab bərabərləşir. Radonjić qapını dəqiq nişan aldı. Ani bir diqqətsizlik müdafiə xəttində. Bir daha təkrara baxırıq və nəzarətsiz qalan Radonjić hesabı bərabərləşdirir. 1-1. Babayev. Xəlilov. Çovdarov. Həmzəyev. Həmzəyev və top qapıdan aralı keçir.
Vasiliy Goyatsanin. Radonjic. Hər bir detal, hər bir məqam önəmlidir mini futbolda. Çovdarov. Ramiz Çovdarov topu sağ cinağa ötürmüşdü. Hakim bildirir ki, Dalibor Abramovic qaydanı pozmayıb. Talih Babayevlə eyni istiqamətdə qaçırdılar və bu an mübarizə zamanı Talih yıxılmışdı. Radonjic. Sağ cinağa ötürmə. Pejakovic topa çatmadı və Popovic yenə də out üçün hazırlaşır. Popovic cərimə meydançasına və hakimin qərarı nədir? Out deyir referi. Qapıdan zərbə ilə başlayacaq hücuma. Çovdarov, Boşkoviç önündə. Qasımov. Çovdarov. Və artıq deyərdim ki, meydanda həm də çox maraqlı taktiki mübarizə gedir. Ramiz Çovdarova qarşı qobuldu. Bu da sarı vərəq olmalıdır. Boşkoviçə artıq Montenegro millisi irəlidə pressing tətbiq etməyə başlayıb. Çovdarov özü başlayacaq. Çovdarovdan irəli Samir Həmzəyev yıxılır və hakimin fikrincə qaydanı məhz o pozuldu. Popovic. Talih Babayev, Radonjici qabaqlayır. Çovdarov, Həmzəyev, Samir topladı. Həmzəyev mərkəzə çəkilirdi, ona mane oldular və dərhal da topu uzaqlaşdırırlar. Kapitan Zoran Kovac topu kənara vurdu. Talih Babayev, Məhəmməd Xəlilov. Xəlilov topla. Çovdarovla oynayır. Ramiz Çovdarov yenə alladır Boşkoviçi. Həmzəyev Popoviçi keçdi qapı qarşısına. Dəqiq olmadı. Pejakovic və Xəlilov əl oynayır. Çovdarov. Out. Popovic. Radonjic. Babayev. Qayda pozulub ona qarşı. Boşkoviçdən növbəti kabulluq. Samir Həmzəyev. Çovdarov zərbə imkan vermirlər. Kərimov və Xəlilov topa toxuna bilmədi. Məhəmməd Xəlilov çox yaxın edik ikinci qol vurmağa. Bir daha baxırıq təkara. Daha bir gözəl hücum qurdu və Məhəmməd Xəlilov. Popovic. Uzun out atışı. Talih Babayev. Pejakovic, yenə Babayev. Ardıcıl 2 dəfə. Topun cərimə meydançasına tərəf getməsinə imkan vermədi Talih. Kovac. Nenezic. Nenezic. Yaxşı saxladı topu özündə və top qapıda aralı keçir. Təhlükəli zərbə idi. Həmzəyev. Ramiz Çovdarov. Çovdarov topla. Pejakovic qarşısına. Çovdarov və Goyatsanin. Goyatsanin topu dəf etdi. Küncdən zərbə olacaq. Əla zərbə izləmişdik Çovdarovdan. Tribunalardan bir daha sədaları eşidirik. Olacaq hələ imkanlarımız. Vaxt da kifayət qədərdir. Oyunda 35 dəqiqə yekunlaşmaq üzrədir. Ramiz Çovdarov qapı qarşısına əllə ona işarə edir futbolçularımız. Hakim isə out deyir, amma varda təkara baxılacaq. Artıq baxılır.
Küncdən zərbədən sonra cərimə meydançasında 50 oyun var idimi? Davam edin deyir hakim, heç nə yoxdur. Mugoşa, Pejakovic, Babayev, Çovdarov. Out. Elvin, Təmkin və Eşkin kənarda hazırlaşır meydana qayıtmağa. Popovic isə out atmağa. Popovic. Daha geri gəlməlidir hakim deyir. Mugoşa top istəyir. Popovic, Mugoşa, Ramiz Çovdarov, Xəlilov və out Kovaçdan çıxdı. Dəyişiklik milli komandamızın heyətində. Təmkin, Mirmehdi, Eşkin və Vüsal. Həmçinin Elvin Əlizadə meydana qayıdır. Qasımov. Elvin Əlizadə. Qasımov. Yenə Elvinə qaytarır topu. İndi önündə boş zona yarandı Qasımovun. Sol cinahlı oynuyor İsayev. Vüsal topladı. Vüsal, İsayev mərkəzdə. Elvin Əlizadə zərbə olacaqmı? Yox. Elvin. Təmkin Xəlizadə. Qasımov. Yenidən Təmkin topladı. Bir əli ötürmə və Nenezic. Qasımov. Eşkin. Tağıyev. Mirmehdi Qasımov. Eşkin Tağıyev. Mirmehdi Qasımov. Zərbə üçün hələ imkan yaranmır. Qasımov. Dərhal qapısına qayıdır. Vasiliy Goyatsanin. Kovaç. Goyatsanin. Dalibor Abramovic və Mirmehdi. Hakimin fikrincə topu meydanda saxlaya bilməmişdi. Abramovic. Ötürmə və yenə Rızayev topu kənara vurur. Abramovic. Abramovic'dən qapı qarşısına Eşkin Tağıyev. Diqqətlidir o da müdafiədə. Nenezic. Nenezic və küncdən zərbə olacaq. Hakim nə deyir? Qapıdan zərbə. Yoxsa bəli, künc nöqtəsini göstərdi. Küncdən zərbə. Daha bir standart vəziyyət. Pejakovic və Dalibor Abramovic topu saxlaya bilmədi. Kovaç. Kovaç. O da topu kənara vurur. Mirmehdi Qasımov. Ağaseyid Qasımov üzr istəyirəm. Eşkin Tağıyevlə oynuyor. Yenidən Ağaseyid Qasımov. Tağıyev. Qasımov. Hələ ki vurulan qolumuzun müəllifidir Qasımov. Sağ cinahlı oynuyor. Təmkin Xəlizadə qabaqladı Pejakovici. Tağıyevlə oynuyor. Yenə Qasımov. Əlizadə. Ağaseyid Qasımov. Qasımov irəli. Qasımov! Topu qapının üstündən vurdu. Vasiliy Goyatsanin. Mugoşa istiqamətində. Top onu keçir. Qasımov. Xəlizadə. Əla düşünmüşdü və Goyatsanin. Təmkin, Elvin. Təmkin. Əlizadə. Təmkin bu dəfə Ağaseyidlə oynuyor. Qasımovdan Tağıyevə.
İsayev. İsayev və topsuz zonada yenə qayda pozuntusu. Bu dəfə də Dalibor Abramoviç Tağıyevi yıxmışdı. Əlizadə. Rızayev topu meydanda saxlaya bildi. Elvin Sağcınaha. Təmkin Xəlizadə. Bir Mehdi Rızayev və Vüsal İsayevə sarı vərəqə göstərilir. Topsuz zonada sərt mübarizələr davam edir. Cərimə zərbəsi yerinə yetirir Montenegro komandası. Goyatsaninlə irəli, təmkin. Ağaseyid Qasımov. Top meydandadır deyir hakim, oyunu davam etdirmək olar. Eşkin. Qasımov. Eşkin Tağıyev. Bir qədər də rəqib oyunçunu özünə tərəf çəkir və Ağaseyid Qasımovla oynuyor. Qasımov. İsayev. Tağıyev. Mugoşa qarşısında Tağıyev. Qasımov. Elvin Əlizadə. Elvin keçdi rəqibini. Elvin və hakim heç nə yoxdur deyir. Necə heç nə yoxdur. Yenə Dalibor, yenə Abramoviç. Tağıyev geri oynuyor. Qasımov. Əlizadə. Qasımov. Kərimov topu saxlaya bilmədi. Yenicə meydana qayıdıb. Rəvan Kərimov. Rəqib komandanın heyətində növbəti dəyişikliyi Aleksandr Boşkoviç oyundadır. Kovaç Radoniçlə oynuyor. Kərimov, Çovdarov çatmadı. Goyatsanin. İrəli atır topu Mugoşa istiqamətində. Bir Mehdi yaxşı oynadı. Rəvan. Elvin Əlizadə. Solcuna, Rızayev. Anlatmaq mümkün olmadı. İndi Sağcına, Çovdarov. Yenə keçmədi top, out. Əlizadə. Gol! Mükemmel gol! Ramiz Çovdarov! Ramiz Çovdarov mermi kimi gönderdi topu kapıya. 2-1. Bir daha bakırıq Goyatsanin reaksiya vermeye gecikti. O kadar qüvvətli, o kadar dəqiq, o kadar səlis zərbə indirilmişti ki Goyatsanin gecikti reaksiya göstermeye. 2-1. Zədəli futbolçu var meydanda. Bu Mehdi Rızayev'di. Yenə tribunalar coşdu. Milli Gimnastika arenasında əslində bir saniyə belə dayanmırlar ama indiki ap-hava sadəcə mükəmməldir. Və futbolçularımız da buna layiqli cavab verir. 2-1 hesabıyla öndəyik. Ramiz Çovdarov fərqləndi bir qədər əvvəl. Sona isə 5-6 dəqiqə vaxt qalır. Finala çox yaxınıq. Dünya çempionatının finalına. Popoviç artıq həm qapçı, həm oyuncu kimi çıxış edəcək. Popoviç. Popoviç irəliləyir. Bir rəqibini keçməyə çalışır. Ötürməsi Mugoşa və Samir Həmzəyev.
Qapı boşdu. Popoviç Xətai Bağırov mübarizəni davam etdirirdi. Boşkoviçdən irəli. Top Mugoşada keçir və Qasımov dərhal irəli. Elvin istiqamətində ötürmə. Boşkoviç. Mugoşa və top hələ ki Montenegrolu futbolçularda qalır. Pejakoviç, Boşkoviç, Kovaç və Çovdarov. Çovdarov topu uzaqlaşdırır. Out olacaq. Boşkoviç. Nikola Popoviç. Həmzəyev qarşısında sağcına Radonjić. Boşkoviç, Pejakoviç və Qasımov. Az qala avtogol olacaqdı. Hakim nə deyir? 50 oyun və cərimə zərbəsi təyin edilir. Top Elvinin əlinə dəymişdi və hakim cərimə zərbəsi təyin etdi. Vüsal İsayev meydana qayıdır. Boşkoviç, Radonjić iki futbolçunu görür topun yanında. Aleksandr Boşkoviç iki nəfərdən ibarət. Canlı səd, uğultu sədaları və küncdən zərbə olacaq. Top Xətai Bağırovdan çıxdı, amma ona zədə bahasına başa gəlir. Dərhal həkimləri çağırır hakim. Montenegro millisi niyyətində Neneziç meydana qayıtdı. Son təlimatlar verir məşqçilər heyəti. Ağrıları var Xətainin. Ümid edək ki, ciddi bir şey yoxdur. Komandanın əsas oyuncularından biri. Finalda da bizə çox lazım olacaq Xətai Bağırov. Və onun əvəzinə meydana Eşkin Tağıyev çıxacaq. Kovaç küncdən zərbəni yerinə yetirəcək. Geri oynuyor Popoviç, Neneziç və Elvin. Topu kənara vurdu. Boşkoviç, Popoviç. Popoviç, Həmzəyev. Boşkoviç, Popoviç, Neneziç. Neneziç, Eşkin Tağıyev və Neneziç qaydanı pozur. Yenə də mübahisə meydanda. Neneziç oyuncularımızı özündən çıxarmağa çalışır. Əsas vaxtda sonuncu dəqiqə başladı. Çox az vaxt qalıb. Mini futbol üzrə milli komandamız tarix yazmaqda davam edir. Həlledici oyuna, dünya çempionatının final maçına çox yaxın görünürük. Elvin Əlizadə və Ramiz Çovdarov topun yanında. Fit səsini eşitdik. Çovdarov Elvin Əlizadəyə top çatmadı. Radonjić, Mugoşa, Çovdarov imkan vermir hələ ki. Radonjić sağcına. Neneziç, Çovdarov dayanmaq bilmir futbolçularımız və Qasımov topu tutdu. Ağaseyid Qasımov bugünkü maçın əsas qəhrəmanlarındandır. İlk qolumuzun müəllifidir. Və deyəsən əsas vaxtda 3 dəqiqə əlavə olunacaq. Neneziç,
Alınmadı ötürməsi. Boşkoviç. Popoviç. Sağ cinah və out. Bu da bizə bir qədər vaxt qazandıracaq. Elvin Əlizadə. Müseyib. Out deyir hakim. Qayda pozuntusu yoxdur. Qasımov. Rızayev de meydanın kənarındadır. Oyuna daxil olmağa hazırlaşır. Çovdarovdan irəli. Müseyib. Müseyib Vəliyev topa toxuna bilmədi. Popoviç. Radonjic. Kovac. Boşkoviç. Eşkin dərhal önünə gəldi. Popoviç. Kovac. Sağcına Radonjic və İsayev. Vüsal İsayev ona mani olur. Qasımov başladı. Çovdarov. Çovdarovun ötürməsi. Boşkoviç. Çovdarov. Rızayev. Və yenə də Boşkoviç müdafiədə yaxşı oynuyor. Son dəqiqə başladı oyunda. Son bir dəqiqə. Top komandamızda Elvin'in ötürməsi alınmadı. Nenezic döndü. Çovdarov. Rızayev. Yenə Nenezic və top meydandan çıxır. Qasımov. İrəli ötürməsi dəqiq olmadı. Son saniyələr. Son saniyələr. Və artıq tələsdiyindən Montenegrolu futbolçuların səhvləri də artır. Bu isə işimizə yarayır. Eşkin Tağıyev. Tağıyev qapı qarşısına ötürməsi alınmadı. Hələ ki küncdən zərbə də yoxdur. Radonjic dönür. Hakimin qərarı qayda pozulub. Tez başladılar. Popoviç. Vüsal İsayev. İsayev ötürmə Elvin. Zərbə və top qaptaralı keçir. Vaxt bitdi. Vaxt bitdi. Bitti oyun. Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanır. Montenegro səddini də keçdi. Artıq finaldayıq. Dünya çempionatının finalındayıq. 32 komandanın mübarizə apardığı dünya çempionatında Azərbaycan millisi daha bir addım atır çempionluq yolunda və həlledici oyuna vəsiqə qazanır. Bu dəfə daha bir çətin rəqibi Montenegro yığmasına məğlub etdik. Bu gözəl azarkeş dəstəyi ilə, bu gözəl əzimkar oyunla artıq bizim uşaqlar təxəllüsünü almış mini futbol komandamız Montenegro millisini də məğlub edərək finala vəsiqə qazanır. Ayaq üstə alqışlanası komandadır bu komanda. Bu kollektiv Avropa çempionu oldu. Azərbaycan xalqını bu qələbə ilə sevindirdi. İndi isə mini futbol tarixi kitabının daha bir səhifəsini qızıl hərflərlə yazdılar. Artıq bir səhifə qalır həmin final qarşılaşması üçün, həmin tarixi səhifəni yazmaq üçün və daha sonra bu kitabın cildini mini futbol komandamız, bizim uşaqlar komandası qoyacağıq və finalda isə rəqib ya Macaristan ya da Serbiya millisi olacaq. Bu turniri çox yaxşı səviyyədə keçirən Serbiya yığması bir qədər sonra başlayacaq. Yarın final maçında bu çempionatın sürprizlərindən olan Macaristan yığması ilə qarşılaşacaq. Amma bizim üçün artıq fərqi yoxdur. Biz finaldayıq. Hətta gümüş medalları təmin etmişik deməyəcəm. Çünki hədəfimiz çempionluqdur və bu komanda buna qadirdir. Finalda milli komandamıza uğurlar arzulayaq və düşünürəm ki, artıq bu gözəl ap-havanı bir müddət də izləyə bilərik.
Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov yenə meydandadır və bir-bir məşqçilər heyətini və futbolçuları təbrik edəcək. Bu uğur Mini Futbol Federasiyasının gördüyü işlər, məqsəd yönlü işlərin nəticəsində alındı. Təbrik edirik bir daha əməyi keçən hər kəsi, futbolçularımızı, azarkeşlərimizi, milli komandamıza dəstək olan hər kəsi və oyunda baş verən əsas hadisələr, vurulan qollara, azarkeş sevincinə, futbolçu sevincinə bir daha baxa bilərsiniz. Yayımın rejissoru Tural Rəcəbov oyun hissəsinin üçün Nurlan Hacıyev şərh etdi. Sağ olun, Sabah Milli Gimnastika Arenasında, daha doğrusu birisi gün Milli Gimnastika Arenasında final maçı olacaq. Finalda komandamıza uğurlar və hər birinizin dəstəyini gözləyirik. Onsuz da indiyə kimi hiss etmişik. Bundan sonra da davam edəcək və ümid edək, inanaq ki komandamız da qələbə ilə final maçında çempionluqla hamını sevindirəcək. Sağ olun, yenidən görüşmək ümidiyle.